Uca Allah Quran-ı buyurur ki, o kəslər ki iman edərlər və imanlarına zülm qatmazlar, onlar üçün əmin-amanlıq vardır və onlar doğru yolda olanlardırlar. Deməli, bu ayədə tövhidin iki əzəmətli fəziləti vardır. Birincisi, dünya və axirətdə əmin-amanlıqdır. İkincisi də doğru yol həm dünyada, həm axirətdə. Bil-aləmin və salatu və salamu alə əşrafil ənbiya vəl-mürsəlin, nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Əmmə bə'd. Deməli, Tövhid Səadətin Ünvanıdır adlı kitabı davam edirik. Keçən dərsdə tövhidin insanlara və cinlərə vacib olmasından danışdıq. Bu dərsdə isə inşallah tövhidin fəzilətindən danışacaq. Tövhidin fəzilətindən bundan qabaqki dərslərdə də çox danışmışıq. Tövhidin fəziləti ümumiyyətlə çoxdur, həddindən artıq çoxdur. Bir şey ki, tövhid yaradılışın qayəsidir. Görün onda nə qədər fəzilətlər olar. Sadəcə burada bir neçə fəzilətindən danışacağıq inşallah. Onlardan birincisi, tövhidin fəzilətlərindən birincisi, tövhid əhli üçün bu dünyada əmin-amanlıq, dünya və axirətdə əmin-amanlıq və doğru yol vardır. İkincisi, tövhid əhli yeryüzünün varisləri olacaqdır. Üçüncüsü, cənnətə daxil olmağa əsas səbəbdir. Dördüncüsü, cəhənnəmi haram edir. Beşincisi, dünya və axirətdə qurtuluşa səbəbdir. Altıncısı, imanın ən fəzilətli şöbəsidir. Eləcə də xeyir işlərin ən fəzilətlisidir, ən əzəmətlisidir. Yeddincisi, günahlara kəffarədir, günahları bağışlamasına səbəbdir. Səkkizincisi, tövhid əhlinin qanının və malının, ailəsinin qorunmasıdır. Başqa müsəlmanlara haram olmasıdır. Deməli, tövhidin fəzilətindən birincisi dedik ki, dünya və axirətdə əmin-amanlıq və doğru yoldur. Uca Allah Quran-ı buyurur ki, "Əllezîne âmenû və lem yelbisû îmânahum bizulmin ulâike lehumul emnu və hum muhtedun." O kəslər ki iman edərlər və imanlarına zülm qatmazlar, onlar üçün əmin-amanlıq vardır və onlar doğru yolda olanlardırlar. Deməli, bu ayədə tövhidin iki əzəmətli fəziləti vardır. Birincisi, dünya və axirətdə əmin-amanlıqdır. İkincisi də doğru yoldur. Həm dünyada, həm axirətdə. Tam əmin-amanlıq bu insanın dinində, nəfsində əmin-amanlığı və rahatlığı gərəkdirir. Eləcə də ruzisində olan əmin-amanlığıdır, namusunda olan əmin-amanlığıdır, güzaranın sıxıntısından olan bir əmin-amanlıqdır. Eləcə də ölkənin əmin-amanlığıdır, qulların özlərində və yaşayışında olan əmin-amanlığıdır. Eləcə də mübahisələrdən, insanın ruhunun kürəyinin getməsindən, yəni haldan düşməsindən, düşmənlərin ona müsallat olmasından əmin-amanlıqdır. Eləcə də böyük qorxu günündə olan, qəbir əzabından olan, eləcə də qiyamət əzabından olan əmin-amanlıqdır. Bu da dünyada, axirətdə və bərzəxdə olan xoş həyatdır. Həm dünyada da xoş həyat gözləyəcəkdir, həm bərzəx həyatında da, həm də axirətdə xoş həyat gözləyəcəkdir. Bu tam əmin-amanlıqdır. Tam doğru yol isə, bu da insanın doğru yolda, təfsilatlı şəkildə doğru yolda hidayət olmasıdır. Eləcə də Allahın insanın niyyətini, istəklərini, hərəkətlərini və duruşunu doğru yola yönəltməsidir. Eləcə də Allahın qəzəbinə aparan bidət və asiliklərdən Allahın onu qorumasıdır. Şübhə və şəhvətlərdən onu qorumasıdır. Eləcə də axirətdə cənnətinə yönəltməsidir. Allah bizim hamımızı o şəxslərdən etsin. Allah Subhanahu taala bu əmin-amanlığın, bu doğru yolun müşriklərdə olmamasına, onların bu nemətdən məhrum olmasına dair
Quran-Kərimdə buyurur ki: "Sənulqi fi qulubillezine keferur-ru'be bima eşraku billahi ma lam yunzil bihi sultana ve ma'vahumun-nar ve bi'se mesve'z-zalimin." Biz küfr edənlərin qəlbinə Allaha şərik qoşduqlarına görə qorxu salarıq. Hansı ki, onlar şirklərində heç bir dəlilsiz Allaha şərik qoşurdular. Onların yeri cəhənnəmdir, zalimların yeri necə də pisdir. Bu ayə bizə göstərir ki, müşriklər nə qədər əminaman yaşamaq istəsələr belə, onlar Allaha heç bir dəlilsiz şərik qoşduqlarına görə Allah onların qəlblərinə daima qorxu salıb. Sanki bu əminamanlıqları itib. Və bu zülmdə, bu ayədə keçən zülmdə, yəni ümumiyyətlə zülmün əsli bir şeyi öz yerinə qoymamaqdır. Və zülmün üç növü var. Birinci zülm şirkdir, Allaha qarşı olan zülmdür. İkinci zülm qulun başqa bir qulların nəfsinə, malına, namusuna etdiyi bir zülmdür. Üçüncü zülm də bir qulun şirkdən başqa özünə etdiyi zülmdür. Allah Subhanahu taala bu ayəni nazil edəndə "Ellezine amenu ve lem yelbisu imanahum bi-zulm" o kəslər ki, iman gətirərlər və imanlarına zülm qarışdırmazlar ayəsi nazil edəndə bu səhabələrə ağır gəldi. Abdullah ibn Məsud radiyallahu anhdan gəlir ki, bu ayə nazil olanda bu səhabələrə ağır gəldi və dedilər ki, bizdən kim öz nəfsinə zülm etmir ki? Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, "Leysə huve kema yəzunnun. İnnema huve kema qala Luqman libnihi ya bunayya la tushrik billah inneş-şirke lezulmun azim." Deyir, bu sizin düşündüyünüz kimi deyil. Bu Loğmanın öz övladına dediyi kimidir. Uca Allah Quran-Kərimdə o barədə buyurur ki, ey övladım, Allaha şərik qoşma, həqiqətən şirk böyük bir zülmdür. Həqiqi muvahhidin, yəni tövhid əhlinin əminamanlıqdan və doğru yoldan olan payı tövhidi doğru yerinə yetirdiyi qədərdir. Nə qədər tövhidi layiqli yerinə yetirəcək, o qədər o doğruluqdan, doğru yoldan və əminamanlıqdan payı vardır. Nə qədər də bu azalarsa, onun doğru yolda olması və əminamanlıqda olması azalar. Kim tövhidi layiqli yerinə yetirərsə, bu zülmün üç sinif zülmdən də qurtular. Yəni bu üç sinif zülmdən də qurtularsa, onun üçün tam bir əminamanlıq vardır və dünyada, axirətdə və bərzəxdə də tam əminamanlıq və tam doğru yol vardır. Və kim isə özünə və yaxud başqasına zülm edərsə, tövhid əhli olsa belə zülm edərsə, o dünyada, axirətdə və bərzəx həyatında onun üçün qorxu vardır. Sadəcə o tövhid əhli olduğuna görə o qorxu onun üçün müvəqqətidir. Amma kim böyük zülm edərsə, Allaha şərik qoşarsa, o əminamanlığın və hidayətin əslini itirər. İstər bu dünyada olsun, istər bərzəxdə olsun, istər axirətdə olsun. Yəni Allah o şirki bağışlamaz. İstər kiçik şirk olsun, istər böyük şirk olsun, Allah şirki bağışlamır. Ona görə də o əminamanlığı və doğru yolu itirir. Deməli, birincisi tövhidin fəzilətindən birincisi nədir? Dünya və axirətdə əminamanlıq və doğru yoldur. İkincisi, Allah tövhid əhlini yeryüzünün varisləri edər. Uca Allah Quran-Kərimdə buyurur ki, "Va'adallahu allazina amanu minkum və amilussalihat la yastakhlifennakum fil ardi kama istakhlafa allazina min qablihim və liyumakkinanna lahum dinahum allazi irtada lahum və liyubaddilannahum min ba'di khawfihim amna. Ya'budunani və la yushrikuna bi şey'a və men kafara ba'da zalika fa ulaika humul fasiqun." Allah sizdən iman edib salih əməl görənlərə sizdən qabaqkilərini yer üzündə varis etdiyi kimi sizi də yer üzündə varis edəcəklərinə dair vəd verir. Və eləcə də onlara Allahın razı qaldığı dini onlarda möhkəmlədəcək,
onların qorxusundan sonra əminamanlıq, onların qorxusunu ondan sonra əminamanlıqla əvəz edəcək. Nə qədər ki onlar mənə ibadət edirlər və mənə heç bir şey şərik qoşmurlar, bundan sonra kim küfr edərsə onlar fasiqlərdirlər. Bu ayədə tövhidin bir neçə fəziləti var idir. Birincisi əminamanlıqdır, bu barədə danışdıq. İkincisi yer üzündə Allah hətta müşriklərin torpaqlarında belə tövhid əhlini varislər edəcək. Üçüncüsü də onların dinini, razı qaldığı dinini onlarda möhkəmlədəcək. Öz dinlərində möhkəm olacaqlar. Və onların düşmənləri də zəlil və alçaq edəcəkdir. Bu kimə aiddir? Bu, aləmlərin Rəbbi üçün həqiqi şəkildə bu tövhidi yerinə yetirənlərə aiddir. Yəni, necə ki dedik, Allahın vədi haqdır, Allah vədinə xilaf çıxmaz. Allah vəd veribsə, bu baş tutacaqdır. Necə ki, bundan qabaqki tövhid əhlinə bu baş tutmuşdur. Necə ki, onlar tövhidi doğru yerinə yetirmişlər, tam şəkildə tövhidi yerinə yetirib, Allaha ibadət edib, ona heç bir şey şərik qoşmamışdılar, böyük günahlardan çəkinib, Allaha layiqli qul olmuşdular. Allah onlara zəfərlər vermişdir. Bu, necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatına baxanda, onun səhabələrin həyatına baxanda görürük ki, Allah subhanahu taala onlara bu tövhidin bərəkəti ilə, onların təvəkkülünün gücü ilə, eləcə də öz işlərini Allaha həvalə etməklərinə görə, Allahın vədini təsdiq etdiklərinə görə Allah onlara, onların düşmənlərinin hiləsini, düşmənçiliyini geri qaytarmış və onlara zəfər baş vermişdir, zəfər vermişdir. Necə ki, bu iki məşhur hadisə qeyd edəcək. Onlardan biri Həmra Əsəd döyüşündə baş vermişdir. Bu döyüş də yəni Uhud döyüşündən sonra baş vermişdir. Nə vaxt ki, bu Uhud döyüşündə müsəlmanlar məğlub olmuşdular. Müşriklər artıq ikinci dəfə onların üstlərinə ordu toplayıb onların üstünə gəlmişdilər. Müsəlmanların üstünə gəlmək üçün toplanmışdılar. Hətta şeytanın düşmənləri çalışırdılar ki, müsəlmanları qorxusunlar və Uca Allah o barədə buyurur ki, onlar nə vaxt ki, müsəlmanları qorxutmaq istədilər, Uca Allah buyurur ki, فَزَادَهُمْ إِيمَانًا وَقَالُوا حَسْبُنَا اللّٰهُ وَنِعْمَ الْوَكِيلُ. Bu onların imanlarını artırdı. Onlar dedilər ki, Allah bizə yetər, o nə gözəl vəkildir. فَانْقَلَبُوا بِنِعْمَةٍ مِنَ اللّٰهِ وَفَضْلٍ لَمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُوا رِضْوَانَ اللّٰهِ وَاللّٰهُ ذُو فَضْلٍ عَظِيمٍ. Deyir, onlara heç bir pislik toxunmadan Allahın fəzləti və neməti ilə geri döndülər. Çünki onlar Allahın razılığına, Allahın razılığı üçün çalışdılar. Allah böyük fəzlət sahibidir. Deməli, bu döyüşdə Allah Subhanahu taala onları geri fəzlətlə qaytardı. İbn Abbas radiyallahu anh buyurur ki, Həsbunallahu və ni'məl vəkil kəlməsi, yəni Allah bizə yetər, o nə gözəl vəkildir kəlməsi, bunu İbrahim əleyhissalam oda atılanda demişdi. Eləcə Muhammed sallallahu əleyhi və səlləm o vaxt demişdi ki, o vaxt Uca Allah buyurur ki, İnnən nəsə qad cəmə'u ləkum fəxşəvhum fəzədəhum imanə və qalu həsbunallahu və ni'məl vəkil. Nə vaxt ki, onlar dedilər ki, insanlar sizin üzərinizə ordu toplayıb, onlardan qorxun. Bu, onların imanlarını artırdı. Onlar dedilər ki, Allah bizə yetər, o nə gözəl vəkildir. Deməli, burada Allah subhanətələ onlara zəfər verdi. Zəfər verdi, onlar geri qaydanda artıq zəfərlə qayıtdılar. İkinci hadisə, bu da Əhzab döyüşü idi. Nə vaxt ki, müşriklər Peyğəmbər sallallahu əleyhi və səlləmi və onun səhabələrini bir ay müddətinə Mədinədə mühasirəyə aldılar. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləmlə əhd bağlayan Bəni Qureyda öz əhdini pozdu. Möminlərdə hal o həddə çatmışdır ki, Uca Allah Quran-Kərimdə buyurur ki: "İz ca'ukum min fawqikum
ومن أسفل منكم وإذ زاغت الأبصار وبلغت القلوب الجناحر حناجر وتظنون بالله الظنون هنالك ابتلي المؤمنين وزلزلوا زلزالا şedida. Deyir, onlara düşmənlər üstlərindən və arxa tərəflərindən gəldilər. Onların gözləri bərəlmiş və qəlbləri, ürəkləri xirtdəyə çatmışdır. Və sonra siz deyir, Allah barəsində zənnlərə qapandınız və orada Allah möminləri imtihan etdi, şiddətli sarsıntıya məruz qaldı. Möminlər şiddətli sarsıntıya məruz qaldılar. Və nə vaxt ki, Allahın vədini təsdiqlədilər, Allaha təvəkkül etdilər və Allaha güvənərək işi Allaha həvalə etdilər və dedilər ki, "Həzə mə va'adanallahu və rasuluhu." Bu Allahın və Rasulunun bizə vəd etdiyi dedilər. Və sadaqallahu və rasuluhu. Allah və Rasulunu təsdiq etdilər, doğru saydılar. Və mə zədəhum illə imanən və təslimə. Bu onların yalnız imanını və təslimiyyətinin, itaətini artırdı. Yəni onlar daha da imanını artırdılar və Allaha boyun əydilər. Və Allah Subhanahu taala müşriklərə şiddətli külək və yəni onların görmədiyi mələklərdən ibarət bir ordu göndərdi. Və Allah onların qəlbinə qorxu saldı və onlar məğlub olaraq geri qayıtdılar və ondan sonra heç vaxt zəfər çalmadılar. Yəni Məkkənin fəthinə kimi heç vaxt o müşriklər zəfər çalmadılar və sonra Allah onlara Məkkəni açanı verdi, Məkkəni fəth etdilər. Görün, Allahın vədini təsdiq etdiklərinə görə, Allaha işləri əhatə etdiyinə görə və tövhidlərinin güclü olduqlarına görə Allah onlara Məkkəni fəthini verdi. Deməli, bu da onlara bu dünyadakı tövhid əhlinə olan Allahın fəzləti idi. O da onları yer üzündə varis etmələridir. Üçüncüsü, cənnətə girməyə yeganə yoldur tövhid əhli. Ubadə ibn Samit radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə dedi: "Mən şəhidə ən la ilahe illallah vahdehu la şərikə ləh və ennə Muhammeden abduhu və rasuluhu və ennə İsa abdullahi və rasuluhu və kəlimətuhu əlqaha ilə Məryəm və ruhun minh vəl cənnətu haqq və nəru haqq ədxələhu Allahul cənnətə alə mə kənə minəl aməl." Ubadə ibn Samit radiyallahu anh gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim şəhadət getirərsə ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, o təkdir, onun şəriki yoxdur, Məhəmməd Allahın qulu və elçisidir, İsa da Allahın qulu və elçisidir, Allah onu Məryəmə göndərdiyi bir kəlmə ilə olub və ondan Allah tərəfindən olan bir ruh ilə olub, cənnət haqdır, cəhənnəm haqdır, buna iman edərsə, şəhadət edərsə, nə əməl üzərində olur olsun, Allah onu cənnətə salar. Başqa rivayətdə gəlir ki, cənnətin 8 qapısından hansını istəsə, o qapıdan onu cənnətə salar. Deməli, bu hədisdə tövhidin fəzilətlərindən bir neçəsi vardır. Bu da cənnətə daxil olmaqdır. Cənnətə daxil olmaq, ümumi daxil olmaqdır. Bir var ümumi, bir var naqis daxil olmaq. Yəni, ümumi daxil olmaq o deməkdir ki, heç bir əzab görmədən cənnətə daxil olacaqdır. Naqis daxil olmaq isə bu da yəni bir müddət əzab gördükdən sonra cənnətə daxil olmaqdır. Yəni, çünki tövhid əhli Allahı təkləşdirdiyinə görə, Allaha heç bir şeyə şərik qoşmadığına görə Allah onları əzab versə belə cənnətinə salacaqdır. Yəni, günahlarına görə əzab versə belə. Yəni, tövhid əhli ümumi olaraq 3 qismdir. Tövhid əhli qiyamət günü 3 qism olacaq. Onlardan birinci qism savablarının günahlarından çox olanlardır. Bunlar birbaşa cənnətə daxil olacaqlar, heç bir əzab görməyəcəklər. İkinci sinif günahları ilə savabları bərabər olanlardır. Bunlar da əraf əhlidir. Bunları Allah Subhanahu taala cənnət cəhənnəm arasında
bir müddət istədiyi qədər saxlatdıqdan sonra yenə də əzab vermədən cənnətinə salacaqdır. Üçüncü sinif isə günahları savablarından çox olanlardır. Bunları isə Allah Subhanahu taala günahlarına görə cəhənnəmdə saxladıqdan sonra sonunda cənnətdən atacaqdır. Və bunlardan bəzilərini isə günahlarına görə tam əzab görməmiş şəfaət ilə cəhənnəmdən çıxarılacaq və bəzilərini isə Allah rəhm eləyərək heç bir əzab vermədən yenə də cənnətdə salacaq. Bu da tövhid əhlinə olan bir fəzilətdir. Yəni, bu hədisdə gələn nə əməl edirsə etsin kəlməsi, yəni nə qədər günahı olsa belə ya ilk olaraq cənnətə salacaq, ya da ki, sonunda cənnətə salacaq. Əzab görəndən sonra cənnətə salacaq. Bu fəzilətli əzab da, bu fəzilət də böyük fəzilət də cənnətə daxil olmaq, kim ki, bu 4 əsli yerinə yetirən, 4 üsulu yerinə yetirənlərə olacaqdır. Bu da, bu üsullardan birincisi də bu hədisdə gələn Allahın təkliyinə şəhadət getirmək, eləcə də Peyğəmbərin sallallahu əleyhi və səlləm qul olduğuna və Peyğəmbər olduğuna şəhadət getirənlər üçün Peyğəmbər sallallahu əleyhi və səlləmin qul və elçi olduğu barəsində Uca Allah Quran-Kərimdə buyurur ki, Elhamdülillahiləzi ənzələ alə abdil kitəbə və ləm yec'alhu ivəcə. Quluna heç bir nöqsana yol verməyən bir kitab göndərən Allaha həmd olsun. Yəni, bu ayə göstərir ki, Allah öz quluna, yəni qul deyərək müraciət edir. Bu o deməkdir ki, o quldur, ona ibadət olunmaz və kitab göndərdiyinə görə o da Peyğəmbərdir, ona itaat olunmalıdır. İkinci üsul isə İsa əleyhissalamın Peyğəmbər və Allahın qulu olduğuna şəhadət getirməkdir. Yəni, onun Allahın övladlığından heç bir payı yoxdur. Allah doğmayıb, doğulmayıb. Heç kəs Allahın övladı ola bilməz. İsa əleyhissalam da Allahın qullarından bir quldur. Allah ona ol kəlməsi deyərək kəlmə göndərmiş Cəbrail əleyhissalamdan. Cəbrail əleyhissalam da onu Allahın izi ilə öz quluna üfürmüşdür. Allahdan olan bir ruh ilə, yəni Allahdan olan bir ruh ilə, yəni Allahın yaratdığı bir ruhlardan bir ruh ilə. Üçüncü və dördüncü üsul da, bu da cənnətin və cəhənnəmin haqqı olmasıdır. Hansı ki, Allah o ikisini onlara layiq olanlar üçün hazırlamışdır. Və dördüncü fəzilət isə cəhənnəmi ona haram edər. Allah cəhənnəmi tövhid əhlinə haram edər. Hədisdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmdən gəlir ki, o buyurur: "Mən şəhidə ən la ilahə illallah və ənə Muhammedən Rasulullah harramallahu aleyhin-nar." Kim şəhadət getirərsə ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Muhammed sallallahu əleyhi və səlləm Allahın elçisidir, Allah ona cəhənnəmi haram edər. Deməli, Allah Subhanahu taala tövhid əhlinə cəhənnəmi iki haldan birinə görə haram edib. Birincisi, onlara, tövhid əhlinə, ora daxil olmağı haram edib. İkinci hal isə orada əbədi qalmağı haram edib. Deməli, birincisi ümumi haramlıqdır, ikincisi isə müvəqqəti haramlıqdır. Yəni, az olsa belə, ondan daçsa belə əbədi qalmağı ona haram edir. Ümumi vəd isə, Allahın vədi isə, bu da cənnətə daxil olmaqdır. Ona cənnətə daxil oluna, yəni ilk olaraq cənnətə daxil oluna cəhənnəmi haram edib. Bu da tövhidin əslini, vacib tövhidin əslini, kamilliyi yerinə yetirənlər üçündür. Hansı ki, onlar la ilahe illallah kəlməsini elmlə və əməllə doğru şəkildə yerinə yetirərlər və böyük günahlardan çəkinərlər. Necə ki, Əbu Əyyub Əl-Ənsari radiyallahu anhdan gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Mən cəə ya'budullah və la yushriku bihi şey'a və yuqimus-salah və yu'tiz-zakah və yectanibul kəbair, kana lahul cennah." Fəsəəluhu anil kəbair və qala el-işraku billah və qatlun nefsil muslimə vəl-firar yevmez-zəhf. Hədisdə buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm,
Kim Allaha ibadət edərsə, ona heç bir şey şərik qoşmazsa, namaz qılar, zəkat verər və böyük günahları tərk eləyərsə, böyük günahlardan uzaq durarsa, onun üçün cənnət vardır. Böyük günahlar barəsində ondan soruşanda o deyir ki, Allaha şərik qoşmaq, müsəlman bir nəfsi öldürmək, eləcə də döyüş meydanından qaçmaqdır. Bunlar böyük günahlardır. İbn Rəcəb rahimehullah bu barədə buyurur ki, yəni qəlb əgər tam bir tövhidi yerinə yetirərsə, tam şəkildə yerinə yetirərsə, yəni orada Allahın sevdiklərindən başqasına sevgi olmaz. Eləcə də Allahın nifrət etdiklərindən başqasına nifrət olmaz. Əgər kim belə olarsa, onun əzaları Allaha itaətə yönələr. Və bu da Allahın nifrət etdiklərinə bu da insanda Allahın nifrət etdiklərinə sevgi kimi şeyləri uzaqlaşdırar. Eləcə də Allahın sevdiklərindən nifrəti uzaqlaşdırar. Allahın sevdiklərindən nifrəti uzaqlaşdırar. Bu da insanın Allaha sevgisini və Allahdan qorxmağını, yəni əgər insan Allahın sevdiklərinə məhəbbət olan günahı işləyirsə, eləcə də Allahın sevdiklərinə nifrət yaranırsa, bu insanın Allah sevgisini və yaxud Allah qorxusunu bunlardan qabaq öz nəfsini qabağa çəkərsə olur. Yəni Allah sevgisini əsas tutmur, Allah qorxusu əsas tutmur, öz nəfsini, öz havasını qabağa tutur. Bu da yəni tövhidin kamilliyinə zərər vurur. Yəni qul da bunun səbəbi ilə bəzi vacibətləri yerinə yetirməkdə səhlənkarlıq eləyir, eləcə də bəzi qadağalarını yerinə yetirir. Amma kimin qəlbi o tövhidi layiqli yerinə yetirərsə, onun bütün istəyi, himməsi yalnız Allahı razı salmaq və Allahın razı qaldığı şeylər olar. Yəni tövhid əhli bu şeylərlə tanınar. Baxmayaraq ki, insanda tövhid var, amma kamil tövhid əhli gərək yalnız Allahın istəyi ilə yaşasın. Deməli, tövhidin fəzilətlərindən 5-incisi isə tövhid qurtuluşun yoludur. Tariq ibn Abdullah el-Muharibi radiyallahu anhdan gəlir ki, o buyurur, mən gördüm ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün Zilməcəz bazarında idi. Onun üzərində qırmızı bir örtük var idi, paltar var idi. O deyir ki, ya eyyuhənnəs, qulu la ilahe illallah tuflihu. Ey insanlar, la ilahe illallah deyin, qurtulun. Onun arxasınca bir kəs gəlib, ona daş atırdı. Hətta daş onun dabanının üstünü və topuğunu yaralamışdı, qan axırdı. O deyirdi ki, aleykümselam, o deyirdi ki, ey insanlar, ona tabi olmayın, o yalancıdır. Sahabi soruşur ki, dedim ki, bu kimdir? Dedi ki, bu Abdülmuttalibin övladlarından olan bir oğlandır. Muhammed sallallahu aleyhi ve sellem deyir. Dedim ki, bəs ona daş atan kimdir? Deyir, o adı Abdüləzzə olan Abu Ləhəbdir. Bu hədis bizə göstərir ki, yəni qurtuluşun yolu tövhiddir, la ilahe illallah kəlməsidir. Onu yerinə yetirməkdir. Qurtuluş insanı yəni həm bu dünyada qurtarır, həm axirətdə qurtarır. Bu dünyada həm sıxıntılardan qurtarır, həm rəzilliklərdən qurtarır. Axirətdə də elə axirət sıxıntısından və axirətdə olan rəzilliklərdən qurtarır. İnsanı cənnətdə salır. Və bu hədisdə də Peyğəmbər sallallahu aleyhi ve sellemin tövhidə dəvət edən vaxtı yaxınlarından və uzaqlarından nə qədər əziyyət gördüyünü göstərir. Eləcə də Peyğəmbər sallallahu aleyhi ve sellemin əzəmətli səbrin göstərir. Necə Allah üçün layiqli cihad etdiyin, yəni hətta insanların Allahın dininə, Allahın tövhidinə dəstə-dəstə girdiklərinə kimi Allah üçün nə qədər doğru cihad etdiyini göstərir
Hətta biz bugün əminamanlıqla onun dinin götürmüşük, onun dinini yayırıq, onun dininə tabe olmuşuq və o sıxıntılarını, o əziyyəti görmədən bu əminamanlığı Allaha həmd olsun əldə etmişik. Altıncı isə, tövhidin fəzilətlərindən altıncısı isə imanın ən fəzilətli şöbəsidir tövhid. Eləcə də savabların ən fəzilətlisidir tövhid. Əbu Hureyra radiyallahu anhdan gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "El-imanu bid'un və seb'una əv bid'un və sittuna şu'bah, fa afdaluha qawlu la ilaha illallah və adnaha imatatul adha anit-tariq vel-haya şu'batun minel-iman." Buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm, iman 73-dən çox və yaxud 63-dən çox şöbəsi vardır. Onun ən fəzilətlisi la ilahe illallah kəlməsidir. Onun ən aşağısı isə yolda insanlara əziyyət verən şeyi yoldan dəf etməkdir. Həya da imandan bir şöbədir. Bu hədisdə də tövhidin fəzilətlərindən olan ən fəzilətli imanın ən fəzilətli şöbəsini qeyd edir. Eləcə də o, yəni imanın ən fəzilətli şöbəsidirsə, xeyir işlərin ən fəzilətçisidir deməli. Ki, hədisdə, başqa rivayətdə gəlir ki, "Ərfa'uha və a'laha qawlu la ilahe illallah." Onun ən yüksəyi, ən ucası la ilahe illallah kəlməsidir. Və bu hədisə gücləndirən başqa bir hədis var. Məşhur bitaqa hədisi, yəni vəsiqə hədisidir. Hədisdə Abdullah ibn Amr ibn As radiyallahu anhdan gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu: Allah qiyamət günü insanların içindən bir kişini seçəcək və onun üçün 99 səhifə açacaq. Və o səhifələrin uzunluğu gözün görəcəyi qədər uzundur. Sonra deyəcək ki, sən bu günahları inkar edirsən, bu günahları yazan mələklər sənə zülm ediblər. Deyəcək ki, xeyr ey Rəbbim. Ona deyiləcək ki, sənin üzrün varmı? Deyəcək ki, xeyr ey Rəbbim. Deyəcək ki, doğrusu sənin üçün bizdə bir savab vardır. O savab ki, bugün heç kəsə zülm olunmayacaq. Onun üçün bir vəsiqə çıxarırlar. O vəsiqədə əşhədü ən la ilahe illallah və əşhədü ənə Muhammeden abduhu və rasuluhu kəlməsi yazılıb. Deyəcək ki, onun tərəzisini getirin. Deyəcək ki, ey Rəbbim, bu nə vəsiqədir ki, bu səhifələrin yanında ona təsir etsin. Ona deyiləcək ki, sənə bugün zülm olmayacaq. O səhifələr tərəzinin bir gözünə qoyulacaq, o vəsiqə də tərəzinin başqa bir gözünə qoyulacaq. O vəsiqələr qalxacaq və o səhifələr qalxacaq və bu vəsiqə ağır gələcək. Orada deyiləcək ki, Allahın isminin adının qarşısında heç bir şey ağır ola bilməz. Deməli, bu da onu göstərir ki, qiyamət günü tərəzidə ən ağır gələn əməllərdən biridir tövhid kəlməsi, la ilahe illallah. 7-ci fəzilət, bu da günahların bağışlanmasıdır. Əbu Zər radiyallahu anhdan gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Uca Allah buyurur: kim bir həsənətlə gələrsə, onun üçün 10 misli vardır və artıraram. Kim bir günah ilə gələrsə, onun cəzası da eyni mislindədir və yaxud onu bağışlayaram. Kim mənə bir qarış yaxınlaşarsa, mən ona bir dirsək yaxınlaşaram. Kim mənə bir dirsək yaxınlaşarsa, mən ona bir qucaq yaxınlaşaram. Kim mənə tərəf yeriyərək gələrsə, mən ona tərəf yürüyərək gedərəm. Kim mənim yanıma yer boyda günahlarla gələrsə və o günahlar arasında mənə heç bir şeyi şərik qoşmazsa, mən o yer boyda onun qarşısına məğfirətimlə gələrəm. Deməli, insan nə qədər günahlar etsə belə, Allaha heç bir şey şərik qoşmasa, Allah onun günahlarını bağışlayar, əgər o tövhid əhlidirsə. Bu da tövhidin fəzilətlərindən biridir. Günahların bağışlanması,
günahların örtülməsi, ondan keçməsi. Burada Allahın rəhmətinin nə qədər dəlilləri vardır. Bu fəzilətlərə La ilahe illallah kəlməsini şərtlərini yerinə yetirərək deyənlər daxil olacaqdır. O kəslər ki, La ilahe illallah kəlməsini pozan məsələlərdən uzaq dururlar. Çünki bu hədisdə də gəlir ki, La yüşrik bi şeyə, mənə heç bir şey şərik qoşmayaraq gələrsə, bu da ağır bir şərtdir. O şərt ki, insanın günahlarına kəffarədir. Onu hansı ki o özündə şirkin kiçiyini və böyüyünü ehtiva edir. Yəni, kiçiyindən də böyüyündən də uzaq durarsa, onun üçün günahlarına bağışlanma vardır. Bu da yalnız Allaha qarşı sağlam qəlblə gələnlər üçün olacaqdır. İbn-i Qayyim rahimehullah buyurur ki, yəni bu inkar, yəni bu heç bir şey şərik qoşmayan bu inkar deyir. Yəni heç vaxt heç bir şeyi Allaha şərik qoşmayana aiddir. Yəni xırda olsa belə Allaha şərik qoşmayanlara aiddir. Yəni o kəslər ki, ondan heç vaxt əbədi olaraq bir günah çıxmaz. Yəni bu böyük günah alüdəçisi üçün və yaxud kiçik günahda israr edən üçün deyildir. Yəni bu yəni tövhid əhli olsa belə, onun şirkdən az olsa belə onun payı vardır. Çünki günahda israr etmək insanın qəlbini Allahdan başqasına qorxmağa aparır. Allahdan başqasına ümid etməyə aparır. Allahdan başqasını sevməyə aparır. Allahdan başqası üçün zəlil olmağa aparır. Allahdan başqasına təvəkkül etməyə aparır ki, bunlar da insanı şirkin sahilinə aparır. Ona görə də günahlar şirkə açılan bir qapılardan bir parça olduğuna görə insan günahlardan da çəkinməlidir. Günahlarda israrlı olmaqdan çəkinməlidir. Eləcə də böyük günahların hamısından çəkinməlidir. Bu hədisdə gələn kim mənə bir qarşı yaxınlaşarsa, mən ona bir dirsək yaxınlaşaram. Kim mənə bir dirsək yaxınlaşarsa, mən ona bir qucaq yaxınlaşaram. Kim mənə tərəf yeriyərək gələrsə, mən ona tərəf yürüyərək gələrəm. Bu da Allahın fəzilətinin genişliyinə, Allahın səxavətinin qullarına qarşı olmasına göstərir. Və o da yəni onu göstərir ki, Allah öz quluna qarşı səxavətlidir, öz quluna xeyir istəyir. Nə qədər ki, o Allaha heç bir şey şərik qoşmur. Buna görə də insan bu hədisləri heç bir şübhə gəlmədən təmiz qəlblə təsdiq etməlidir, ona boyun əyməlidir. Yəni, hədisdə gəlirsə, Allah Subhanahu taala gəlir, ona qarşı gəlir, onu eləcə də qəbul etməlidir. Yəni, burada Allahın sifətlərini Allaha layiqli şəkildə göstərərək qəbul etməlidir. Yəni, Allah ona qarşı gəlir, Allaha layiq olan şəkildə gəlməklə gəlir. Yəni, insanın gəldiyi kimi yox təbii ki. Çünki Uca Allah Quran-ı Kərimdə buyurur ki, "Leysə kəmitlihi şey'un və huves-semi'ul basir." Onun mislində heç bir şey yoxdur, o eşidəndir və görəndir. Yəni, həm Allah Subhanahu taala mislində heç bir şey yoxdur deyir, amma eşidəndir, görəndir deyir. Yəni, eşidir, bizim eşitdiyimiz kimi yox. Allaha layiqli şəkildə eşidir. Pişik də eşidir, amma özünə layiqli şəkildə. Pişik də görür, özünə layiqli şəkildə. İnsan da görür, özünə layiqli şəkildə. Aləmlərin Rəbbi bunların hamısından münəzzəhdir. Ona daha layiqli şəkildə Allah görür və eşidir. Bu hədisdə də xavariclərə rədd vardır. Hansılar ki, onlar böyük günah edəni təkfir edirdilər. Şirk etməyib böyük günah edəni təkfir edirdilər. 8-ci və sonuncusu isə tövhidin fəzilətlərindən 8-cisi, bu da insanın qanının və malını haram etməsidir. Tövhid əhlinin malı başqa tövhid əhlindən haramdır. Qanı, malı, namusu haramdır. Tariq Əşcə'i radiyallahu anh buyurur ki, mən eşitdim ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurur. Mən vəhhədəllahu və kəfərə bimə yu'məd min dunillah, harrama maluhu və dəmuhu və hisabuhu alallah. Kim Allahı təkləşdirərsə, Allahdan başqa ibadət olunanları inkar edərsə, onun malı və qanı başqa müsəlmanlara haram olar, onun hesabı isə
hesabatı isə Allah yanındadır. Başqa rivayətdə gəlir ki, kim la ilahe illallah deyərsə, Allahdan başqa ibadət olunanları tərk edərsə. Deməli, burada tövhidin fəzilətlərindən böyük bir fəzilət vardır. Bu da tövhid əhlinin, o kəlməni deyənin başqa tövhid əhlinə malının, qanının, namusunun haram olmasıdır. Buna başqa dəlildə, başqa hədisdə gəldiyi kimi döyüşlərdən birində səhabə bir döyüşdə bir nəfəri öldürmək istəyən vaxtda qılıncı qaldırır və o la ilahe illallah kəlməsi deyir və o elə bir düşünür ki, o qorxudan la ilahe illallah kəlməsini deyir. Yenə də onu vurub öldürür. Peyğəmbər sallallahu əleyhi və səlləmə xəbər çatanda Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sən onu o la ilahe illallah kəlməsini dediyi halda mı öldürdün? Deyir, o qorxusundan, yəni bizə sığınaraq deyirdi. Yəni o qəlbdən demirdi o la ilahe illallah kəlməsini. Peyğəmbər sallallahu əleyhi və səlləm bu kəlməni o qədər təkrarladı ki, dedim ki, gərək mən kaş ki mən bu gündən sonra İslam'a gələrdim ki, bu günü görməyim. Və Peyğəmbər sallallahu əleyhi və səlləm sonunda deyir ki, sən onun qəlbini yardın mı? Yəni bir kəs la ilahe illallah kəlməsini deyərsə, artıq onun malı, qanı, namusu sənə haram olar. Hətta döyüşdə olsan belə onu öldürə bilməzsən, ona qarşı düşmənçilik edə bilməzsən. Deməli dedik ki, isbat və inkar vardır. La ilahe illallahın iki rüknü vardır. La ilahe illallah nədir? Birincisi, inkar edirsən, Allahdan başqa ibadət olunan bütün məbudları, bu məbudlar da tağut adlanır. Tağut Allahdan başqa ibadət olunanlardır. Bunların hamısını inkar edirsən, isbat da yalnız ibadətin Allaha layiq olduğunu isbat edirsən. Bu da bu kəlmələrə qayıtır. Mən vahhədəllah bu hədisdə kim Allahı təkləşdirərsə bu isbatdır. Və kəfərə bimə yu'bədu min dunillah. Allahdan başqa ibadət olunanları inkar edərsə, deməli bütün tağutları inkar etməlisən. Bu da insan la ilahe illallah deyirsə, bu iki rükün mütləq onda olmalıdır. Allahdan başqa ibadət olunan bütün məbudları inkar etməlidir. İbadətin yalnız Allaha layiq olduğunun isbat eləməlidir. Deməli, 8 dənə tövhidin fəzilətini saydıq. Kim sayır bunların hamısı? Dünya və axirətdə əmin-amanlıq və doğru yol. Varislik. Allah yer üzündə varis edəcək. Cənnətə daxil olmaq. Cəhənnəmi haram etmək. Qurtuluş. İmanın ən fəzilətli şöbəsi. İmanın ən fəzilətli. Allahın bağışlanması və tövbə. Əhsən. Malın qorunması. Malın namusun qorunması. Əhsən. Allah işte faydalanlardan etsin. Allah subhanahu bizim günahlarımızı bağışlasın. Bizi həqiqi şəkildə tövhid əhlindən etsin. Bizi haqqa haqq kimi görüb, ona tabi olmağı, batil kimi görüb, ondan uzaq durmağı nəsib eləsin. Subhanakallahumma bihamdik və əşhədu ən la ilahe illa ent və əstəğfiruke və etûbü ilayk. Üç dənə sayında Allah'a şərik qoşmaq, nəfsi haram olan nəfsi can almaq, bir də ki, döyüş meydanından qaçmaq. Orada zinadır, şirk, sonra başqa böyük günahlar daxil deyil. Sələmdir. Böyük günahlar çoxdur. Sadəcə bu hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm üçün qeyd edir. Bu hədisdə üçün qeyd edir. Əslində böyük günahlar barəsində həlak edici 7 günah var. Hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləm bu barəsində hamısı barəsində danışır. Yəni böyük günahlar çoxdur. Sadəcə bu hədisdə, yəni bəzən Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərində soruşan vaxtı onlara hal-hazırda lazım olan cavab verərdi. Yəni deyək ki, burada o vaxtda vacib olan, o anda vacib olan məsələlərdən. Deyək ki, burada bir mövzudan danışırıq. Qardaş deyir ki, bizə nəsihət elə. Qardaşa baxırsan ki, qardaş hansı məsələdə nöqsanı var. Deyək ki, namazlara biraz səhlənkarlıq edir və yaxud oruc tutmağa səhlənkarlıq edir. Ona deyəndə cihaddan danışmayacaqsan ki, onun nəsihət istəyəndə. Onun namazın fəzilətindən danışacaqsan, orucun fəzilətindən danışacaqsan. Nə ki, onda ona ehtiyacı var. Orada da Peyğəmbər sallallahu əleyhi və səlləmə sual verən vaxtda da bəzən görürsən ki, böyük günah barəsində soruşur, bəzi yerlərdə başqa böyük günahları qeyd edir, bəzi yerlərdə başqa böyük günahları qeyd edir. Və yaxud ən xeyirli əməl soruşanda Peyğəmbər sallallahu əleyhi və səlləm bir yerdə başqa
xeyirli əməli deyir, başqa yerdə soruşulan vaxtı başqa xeyirli əməli deyir. Yəni insanların ehtiyacına görə Peyğəmbər sallallahu onlara fəzilət verir, nəsihət verir. Başqa sual yoxsa tamamlayaq. Subhanallah, həmdük və şükür, la ilahe illə ente, estağfiruke və etûbü ileyk.